Şiraslan bəy səhvən iPad-in üstündə oturub və balaca Əlifsət iPad-i bu günə qalıb. İçərisində maraqlı oyunlar olsa da bu çatlarla oyun oynamaq adamı narahat edər. Sensorda və ekranda heç bir problem yoxdur. İndiyə qədər minlərlə cihazda üst-üstə dəyişimi etmişik. O cümlədən bu iPad-də də üst-üstə dəyişimi edəcəyik və cəmi 2 saatlıq işi var. Siz səhifəni follow edənə kimi biz də təmirə keçək. Və budur, iPad-in üst şüşəsi uğurla dəyişildi və balaca Əlifsət bundan sonra oyunlarını daha rahat oynayacaq. Bənzər şikayətləriniz varsa şərhə plus qoyun.